İmam Cəfər-i Sadiq əleyhissalam mübarək kəlamlarının birində buyurur, o şəxsin namazı yoxdur ki, onun rükû və səcdəsi tamam olmayıb. Rükû və səcdəsi mükəmməl deyil. İmam əleyhissalam bununla bizə bildirmək istəyir ki, namaz qılarkən rükû və səcdələrimizə xüsusi diqqət edək. Çünki rükû və səcdələr namazın ərkanındandır, yəni rükünündandır. Məsələn, bu sütunlar olmasa bu tavan olmaz. Namazın rükû və səcdəsi yoxdursa, İmam əleyhissalam buyurur ki, namaz özü yoxdur. Namazın rükû və səcdəsinin mükəmməlligi də şəriətdə əks olunub. Şəriət kitablarında insan ümumiyyətlə namazı aramla qılmalı, namazın sözlərini düşünərək tələffüz etməlidir. Bəzən möminlər özləri də bilmədən elə səhvə yol verirlər ki, o səhvin altında hətta böyük günah gizlənib. Doğrudur, şəxs bilmir onun mənasını. Məsələn, deyirik ki, təşəhhüddə vəhdəhu lə şərikə lə. Burada ləni gərək uzadasan. Lə şərikə lə. Yəni, onun heç bir şəriki yoxdur. Əgər sən orada düzgün riayət eləməsən, nəuzubillah, bilirsinizmi məna nə olur? Allahın şəriki vardır. Deməli, adi bir tələffüz, adi bir yanaşma görün bizi hansı haldan hansı hala sala bilər. Namazımızın içində belə şeylər çoxdur. Ona görə də namaz şəriət kitablarında həm məsumlar tərəfindən, həm də fəqihlər tərəfindən necə tərtib edilibsə, əzizlər, gərək biz o qayda qanunlara da diqqət edək.